Vaxtınız xeyir, xoş gördük sizləri. Mən Nailə Axundova. Bir neçə gün öncə belə bir şərtlə qarşılaşdım. Rüfət Qaybalıyev belə bir şərt yönləndirmişdi. Əvvəla sualınızı oxudum, Rüfət bəy. Çox faydalı olduğunu düşünürəm. Bu arcsinus, arccosinus, arctangens, arctangens, tərs trigonometrik funksiya kimi məsələlərin izahını xahiş eləmisiniz ki, doğrudan da bu çox dərin bir mövzudur. Mən bu video ilə həmin mövzunu ətraflı şəkildə izah etməyə çalışdım. Çünki bu cür suallara dərslərimdə tez-tez rast gəlirəm və bu videonun həm sizə, eyni zamanda da şagirdlərimə çox fayda verəcəyini düşünürəm və ümumi bir çox fərqli çalışma tiplərinə burada müraciət edəcəyik. Bir çox misal işləyəcəyinizdən artıq əmin ola bilərsiniz. Gəlin, birinci, ümumiyyətcə tərs trigonometrik funksiyaların təyin oblasti və qiymətlər çoxluğuna baxaq. Baxın, arcsinus x funksiyasının təyin oblasti və qiymətlər çoxluğu. Təyin oblasti -1, 1 parçasıdır. Qiymətlər oblasti -pi/2, pi/2 parçasıdır. Arccosinus funksiyasının təyin oblasti yenə -1, 1 parçasıdır. Qiymətlər oblasti 0 pi parçasıdır. Arctangensin təyin oblasti mənfi sonsuzluq, müsbət sonsuzluq, amma qiymətlər oblasti adi mötərizə -pi/2, pi/2 intervalıdır. Və arctangens x funksiyasının təyin oblasti mənfi sonsuzluq, müsbət sonsuzluq, qiymətlər oblasti 0 pi intervalıdır. Arcsinus funksiyası tək funksiyadır. Demək, arcsinus funksiyası tək funksiyadır. Arccosinus funksiyası nə tək, nə cüt funksiyadır. Arctangens funksiyası tək, arctangens funksiyası nə tək, nə cüt funksiyadır. İndi baxın, bu təkliyi, cütlüyü harada istifadə eləyəcək və yaxud da ki, arcsinusun təyin oblasında -1, 1-i necə istifadə eləyəcək? Birinci ondan başlayaq. Siz tələsməyin, çox səbirlə bu videonu axıra qədər izləyin, özünüz üçün qeydlər götürün. Əminəm ki, bu dərsin sonunda sizin üçün tam açıqlayıcı olacaqdır mövzu. Baxın, tutaq ki, verilibdir, y bərabərdir 4/pi arcsinus 2x çıxılsın 1 funksiyasının həm təyin oblastını tapın, həm qiymətlər çoxluğunu. Təyin oblasti deyəndə həmin o 2x çıxılsın 1-i götürürük -1, 1 parçasında. Hər tərəfə müsbət 1 əlavə edirəm. 0, 2x sağ olur 2. Hər tərəfdə 2-yə bölürəm. 0 kiçikdir bərabər x, o da kiçikdir bərabərdir 1-dən. Yəni, təyin oblasti olur 0, 1 parçası. İndi qiymətlər oblasti nə idi? Sırf baxın, arcsinusun özünün qiymətlər oblasti -pi/2, müsbət pi/2 parçasıdırsa, həmin o 4/pini bir dəfə -pi/2-yə, bir dəfə müsbət pi/2-yə vuracağım. Yəni, bir dəfə olacaq 4/pi vurulsun -pi/2, neçə edir bu? -2, bir dəfə 4 bölünsün pi vurulsun müsbət pi/2, bu da bərabərdir 2-yə. Yəni, qiymətlər oblasti olur -2, 2 parçası. Analoji olaraq, arccosinus, arctangens, arctangensdən də bu qaydanı tətbiq eləyəcək. Misal üçün, 8 bölünsün pi, arccosinus 4x çıxılsın 3 funksiyasının təyin oblasti və qiymətlər çoxluğunu tapın. Yenə təyin oblasti üçün -1, 1 parçasında götürürük bunu. Hər tərəfə 3 əlavə edirəm. Sol olur 2, sağ olur 4. Hər tərəfi 4-ə bölsəm, 2-də 1, x sağ olur 1. Yəni, təyin oblasti olur 2-də 1, 1 parçası. İndi qiymətlər oblasti. Sırf, baxın, bu arccosinusun yerinə, arccosinusun özünün qiymətlər oblasti 0 pi parçasıdır. Bir dəfə 0 yazıram, bu edir 0. Bir dəfə 8/pini vururam piyə, 8. Qiymətlər oblasti olur 0, 8 parçası. İndi arctangens. Arctangens, tutaq ki, y bərabərdir 2, arctangens 3x minus 1. Bunun təyin oblastında heç bir problem yoxdur. Bütün ədəd oxundakı qiymətləri alır. Mənfi sonsuzluq, müsbət sonsuzluq. Qiymətlər oblasti, yenə baxın, bu çərçivədəki ədəd
ala bilər adi mötərizə mənfi pi bölü 2-dən müsbət pi bölü 2-yə. Yəni, bir dəfə olur 2 vurulsun mənfi pi bölü 2, bu edir mənfi pi. Bir dəfə müsbət pi bölü 2, bu edir pi. Qiymətlər oblasti olur mənfi pi, pi intervalı. Bu oldu onun qiymətlər oblasti. Eyni qaydada bir də arkotangensə də aid deyək. Misal üçün 4 bölünsün pi arkotangens 2x plus 5 bölünsün x çıxılsın 3. Artıq burada arkotangensin təyin oblasti, baxın, əgər ki x çıx 3 olmasaydı, x-in də buradan yazacağım. O x-in təyin oblastina fikir verin. Misal üçün, əgər olsaydı elə bu cür deyəcəkdim təyin oblasti, mənfi sonsuzluq, müsbət sonsuzluq. Əgər burada x çıxılsın 3-ün varsa, artıq o gedir kəsr rasionalın, yəni rasional kəsrin özünün təyin oblastina. X deyəcəm, 3-ü ala bilməz. Təyin oblasti mənfi sonsuzluqdan 3-ə birləşir, 3-dən müsbət sonsuzluğa. Amma qiymətləri oblasti x-i üçün də xarakterikdir, eyni olacaq. Və bunun yerinə bir dəfə yazacağım 0, bir dəfə pi. Yəni 4 böl pi vur 0, 0-dır. 4 bölünsün pi vurulsun pi, bərabərdir 4-dür. Qiymətlər oblasti x-ində də olacaq 0, 2 intervalı. Bu oldu təyin oblastının və qiymətlər çoxluğunun tapılması. Bəs təhliyini cütlüyünə də istifadə edəcəm. Təhlik cütlük söhbəti buydu. Arcsinus 2-də 1-i alırdı, pi bölünsün 6-da, düzdür. Arcsinus mənfi 2-də 1-i tək funksiyadır. Mənfini çıxarır qarşıya, mənfi pi bölü 6-da alır. Arc kosinus 2-də 1-i alır, pi bölünsün 3-də. Arc kosinus mənfi 2-də 1-i k ilə başlayanlar ipucunuz olsun. Arc kosinus arkotangensə mənfilərində pi-dən çıxarsınız. Nə təkdir, nə cüddür deyə pi-dən pi bölü 6-sın, pi bölü 3-ün, pi bölü 3-ün çıxıram. O da bərabərdir 2 pi bölünsün 3. Arc tangens 1 bərabərdir. 1 alır pi bölü 4-də. Olsa əgər arc tangens mənfi 1, funksiya tək funksiyadır. Mənfini çıxarır qarşıya, mənfi pi bölünsün 4. Əgər arkotangens isə 1 bərabərdir. Yenə pi bölü 4-dür. Amma arkotangensin mənfi 1-ində bu nə təkdir, nə cüddür deyə pi-dən çıxırıq. Pi bölü 4-ün, bu da eləyir 3 pi bölünsün 4. Və eyni zamanda belə bir qaydanı bilməlisiniz. Arcsinus x plus arc kosinus x, bu düsturlardır. Pi bölü 2, arc kosinus x, tangens başlayın. Arc tangens üzərinə gəl, arc tangens x üzərinə gəl. Arc tangens x bərabərdir pi bölünsün 2. Yəni, ikisində də baxın, bu arqumentin yerində eyni ədəd duranda ki, təbii ki, bunların təyin oblastina daxil olmalıdır. Cəmi pi bölü 2-dir. Misal üçün, arcsinus 2-də 1 üzərinə gəl, arc kosinus 2-də 1. Bu eləyir pi bölü 2, düzdür. Eyni qaydada arctangens tutaq ki, kökdə 3 plus arkotangens kökdə 3. Bu da pi bölü 2 eləyir. Çox az da deyəsiniz ki, müəllim, mən bunun qiymətlərini yerinə yazıb hesaplayaram. Amma bizim qarşımıza qiymətin bilmədiklərimiz çıxanda o cür yazsaq, bizim üçün daha səmərəlidir. Misal üçün, arcsinus mən 7-də 1-i harda alır bilmirəm. Amma burada da arckosinus 7-də 1 olmalıdır ki, cavabı pi bölü 2 olsun. Və arctangens, misal üçün, 12-də 5, üzərinə gəl, arcotangens 12-də 5 bərabərdir, pi bölünsün 2. İndi bir də bu dediklərimi çevirməyə bacarmalısınız ki, gedək növbəti o yoldaşınızın dediyi suala, Rüfətin dediyi o tapşırıq, yəni o tapşırığı həll etmək üçün indi dediklərimi mütləq bilməlisiniz ki, onu işləyə biləsiniz. Yəni bunu bilmədən gedib birbaşa ora çıxmaq olmur. Yaxşı, indi belə bir düsturumuz var. Baxın, sinus arc sinus x bərabərdir elə x-ə. Amma vurğuladığım kimi bu x onun təyin oblastina daxil olmalıdır. Yəni x daxildir mənfi 1 parçasına. Bir qısa qayda, tez hesablama. Bu ikisi eyni adda trigonometrik funksiyadırsa elə x-dir. Əgər olsa kosinus arc sinus x,
Sizə bir üsul deyim. Heç bunun düsturlarını əzbərləməyə ehtiyac yoxdur. Tangens arc sinus x və eyni zamanda kotangens arc kotangens. Arc kotangens olmasın, hamısını eyni yazaq. Arc sinus x nəyə bərabərdir? Baxın, bunları necə çevirəsiniz? Kosinus arc sinus x üçün bir kənarda düz bucaqlı üç bucaq çəkirəm. Bu bucağı alfa götürəcəm. Mənə bucağın sinus kosinusunu ifadə etmək üçün katetlər və yaxud da ki, hipotenus falan lazımdır. Düzdür, bir kəsir lazımdır. X-ə x böl 1 yazıram. Gedirəm birinci mötərizənin içindəki, baxın bundan başlayırsınız. Sinusun tərifindən. Bucağın sinusu nəyə deyilir? Qarşıdakının hipotenusa nisbəti. Bura x-dir, hipotenus 1-dir. Pifagora görə bura 1 çıx x kvadratıdır. İndi elə bir mötərizənin içi ilə işim bitdi. Çıxırsınız mötərizədən kənara. İşim artıq kosinuslandır və bundan. Bucağın kosinusu nəyə deyilir? Bitişiyin hipotenusa nisbəti. Yəni kökdə 1 çıx x kvadratının 1-ə nisbəti elə özü. Bəs bucağın tangensi nədir? Qarşıdakının bitişiyə nisbəti. X bölünsün, kökdə 1 çıxılsın x kvadratı. Bəs kotangens arc sinus, yəni bucağın kotangensi nə idi? Bitişiyin qarşıdakına nisbəti. Yəni kökdə 1 çıx x kvadratının x olan nisbəti. İndi eyni qaydada baxın, sinus arc kosinus, sinus arc kosinus x, kosinus arc kosinus x səbirlə dinləyin. Qəti vaz keçməyin də bu bölməni öyrənməkdən. Çünki çox vacibli, digərləri ilə hamısı ilə bağlıdır bu bölmə. Kotangens arc kosinus x. Yenə bir kənarda, baxın, belə bir düzbucaqlı üçbucağımı hazır çəkirəm. Bucağın kosinusu nədir? Bax, bu ikisi də eyni olduqda kosinus, kosinus. Onu əzbərə yazın, elə x. Amma dediyim kimi, x daxil olmalıdır. -1, 1 parçasına. Onu birbaşa yazdım. Hətta sinus arc kosinusa da bir ipucu deyim sizə. Biri kosinus, biri sinus olanda biz bilirik ki, kosinusu tapanda kök altında plus minusunu yazmıram da. 1 çıx sinus kvadratı k və yaxud da ki, sinusu tapanda kökdə 1 çıx kosinus kvadratı. Bir ipucu onunla da inteqrasiya edib yadda saxlayarsınız. 1 çıx x kvadratı misal üçün. Demək, bucağın sinusu, başlayın, kosinusu bitişiyin hipotenusa nisbətdir. Bu dəfə də bax, burada kəsir yaradıram. X böl 1 bitişik x-dir, hipotenus 1-dir. Qarşıdakı katet 1 çıx x kvadratıdır. Bəs bucağın sinusu nə idi? Qarşıdakı katetin hipotenusa nisbəti kökdə 1 çıx x kvadratının 1-ə nisbəti elə özü. Sonra bucağın tangensi qarşıdakı katetin bitişiyə nisbəti kökdə 1 çıx x kvadratının x-ə nisbəti. Bucağın kotangensi bitişiyin qarşıdakına nisbəti. X-in kökdə 1 çıx x kvadratına nisbəti. Baxın, görün, öyrənə bilirsinizmi bunu? Rəylərdə də mənim üçün bunu yazarsınız. Öyrənirsiniz, öyrənə bildiniz, yoxsa yox. Gedək bucağın tangensindən. Sinus, mötərizənin içində bu dəfə arc tangens yazacağım. Arc tangens x, kosinus arc tangens x. Bir dənə bunu öyrəndinizsə, demək olar çox şey bilirsiniz artıq tərs trigonometrik funksiya haqqında. Arc tangens x və kotangens arc yox da arc tangens. Hamısını tangens eləyək. Yenə bir kənarda üçbucağımı çəkdim. Bu bucağa alfa dedim. Bu dəfə tangens arc tangens x-ə. Baxın, bunun cavabını birbaşa yazacağım. Bu elə x-də. Hətta digərini də birbaşa yazarsınız. Kotangensdən tangens tərs trigonometrik, bir-birinin tərsi deyilmi? Onu da 1 bölü x yazarsınız birbaşa. İndi bu ikisinə baxacağım. X, yenə x-in 1-ə nisbətidir. Amma bu dəfə tangensdə gedəcəm. Baxın, birinci başlayırıq demək buradan. Bucağın tangensi qarşıdakının bitişiyə nisbətidir. Pifagoru tətbiq etsəm. Hipotenus kökdə 1 plus x kvadratdır. Bucağın sinusu qarşıdakının hipotenusa nisbətidir. Yəni, x-in kökdə 1 plus x kvadratı, kosinusu bitişiyin hipotenusa nisbətidir. 1-in kökdə 1 plus x kvadratına nisbətidir. Və sinus arc kotangens x, kosinus arc kotangens x, tangens arc kotangens x və kotangens arc kotangens x-i necə hesablayacağım? Fikir verin, yenə hansını əzbərə yazaram? Baxın, bunu əzbərə yazaram. Kotangens arc kotangens x elə x-dir. Amma burada
2x istənilən ədəd ola bilər də, mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Tangens arq kotangens x-dəki x. Onun da yerinə 1 bölünsün. X yazacağım. Yenə bir kənarda üçbucağımı çəkdim. Bu bucağa görə gedəcəm. Demək, bucağın yenə x-in 1-ə nisbəti kimi yazıram. Bucağın arq kotangensi, yəni kotangensi bitişiyin qarşıdakına nisbəti, qarşıdakı katetə. Pifagora görə hipotenuz olur. 1 plus x kvadratı, bucağın sinusu qarşıdakının hipotenuza nisbəti, 1 plus x 1 bölünsün 1 plus x kvadratı, koşunusu da x-in kökdə 1 plus x kvadratdan nisbətdir. Bu oldu bizim düsturlarımız. Bir dənə bu üçbucaq qaydasını bildiniz. Hamısını da tətbiq eləyəsiniz, heç əzbərləməyə ehtiyac olmayacaq. İndi mən bunu necə istifadə eləyəcəm? Misal üçün, bunları bir-birinə çevirməyi də bilin. Sinus, misal üçün 13-də 5-i mən necə çevirərəm? Arq kosinusa, necə çevirərəm? Arq tangensə, necə çevirərəm? Arq kotangensə. Hamısı üçbucağa görə. Bucağın sinusu nədir? Qarşıdakının, həmişə aşağı bucağa görə gedin, üfüqü. Hipotenuza nisbəti. Yəni standart o deyil, sadəcə olaraq o cür bir dəfə yadınızda saxlayın, ondan da işləyin. Bucağın sinusu nədir? Qarşıdakının hipotenuzu. Pifagora görə 12 deyil bura. Ki, Pifagor da demək, yəqin ki, ehtiyac yoxdur. İndi gedirəm bucağın kosinusundan. Kosinusu 12-nin 13-ə, tangensi 5-in 12-ə, kotangensi 12-nin 5-ə nisbəti və salam. Bu da oldu sizin bir tərs trigonometrik funksiyanın digərləri ilə ifadəsi. Misal üçün, harada rastıma çıxar? Rastıma çıxar. Arq sinus, misal üçün 13-də 5, üzərinə gəl. Arq sinus 13-də 12 bərabərdir. Mən bunları çevirmək üçün, heç olmasa hesablamaq üçün birini çevirməliyəm. Fikirləşirəm ki, arq sinus x plus arq kosinus x o pi bölü 2-dir. Olsun ki, ona gəldi. Olsun ki, nə? Baxsaq, hara 12-dir, hara 13-dür. Bucağın sinusu 12-dir, bura 13-dür, aşağı 5 olacaq, düzdür? Bəs mən bunu kosinusa çevirmək istəyirəmsə, bunu saxlayıram olduğu kimi. Arq sinus 13-də 5, üzərinə gəl. Baxın, bunu kosinusa çevirəcəm. Arq kosinus, o da bitişiyin hipotenuza. 5-in 13-ə. Oldu mu eyni trigonometrik funksiyalar? Fikir verin. İkisi də eyni oldu. Bu da 13-də 5-dir. Bu da 13-də 5-dir. O ikisi eyni olduqda cavabımız nə idi? Pi bölünsün 2 idi. Və yaxud da ki, birini də deyək. Misal üçün, arq tangens 13-də 13 olmasın da 15-də 8, üzərinə gəl arq tangens 8-də 15. 8-də 15. Bu bərabərdir. Yeni bir kənarda üçbucaq çəkə bilərsiniz. Bunu çəkməyə də bilərsiniz. Nəyə görə? Tangens, kotangens bir-birinin tərsi deyilmi? Elə oradan hesaplayarsınız. Arq tangens 15-də 8. Üzərinə gəl. Bunu çevirsəm kotangensə, arq kotangens tərsi 15-də 8. Mənim də işimə yarayacaq. Bunların ikisinin eyni olmasıydı. Bu da bərabərdir. Yenə cavabımız pi bölünsün 2-dir. Və yaxud da ki, baxın, belə bir tapşırığı necə işləyəcək? Sinus 2 arq kosinus 13-də 12. Buna bir alfa kimi baxın. Elə bir 2 qat bucağın arqumenti. Bunu necə açarıq? 2 sinus alfa kosinus alfa deyil. Alfanın yerinə sadəcə arq kosinus 13-də 12. Bir də kosinus arq kosinus 13-də 12 yazacağım. Bu bərabərdir. 2 vur. Sinus arq kosinus nə idi? Kökdə 1 çıxılsın x kvadratı. X dediyimiz budur. 169-da 144. Vur. Amma kosinus arq kosinus elə özünə bərabərdir. 13-də 12. 2 vurulsun kökdə 169-da 25. Vurulsun 13-də 12. Yəni 2 vurulsun 13-də 5. Vur 13-də 12. Bu da bərabər 169-da 120. Və yaxud da ki, kosinus 2 arq sinus 4-də 3-ü necə hesablayın? Yenə bu bizim elə bil alfamızdır. Buna alfa kimi baxın. Və kosinusun, bilirik ki, kosinus 2 alfanın bir çox düsturu var. Onlardan kosinus kvadrat çıx, sinus kvadratı, kosinus üstü 4 çıx, sinus üstü 4, 2 kosinus kvadratı, alfa çıx 1,
1 çıx 2 sinus kvadratı. Sonra hansılar var? 1 çıx tangens kvadratı böl 1 plus tangens kvadratı və ya 1 çıx kotangens kvadratı çıx 1 kotangens kvadratı çıx 1 böl kotangens kvadratı plus 1. Birində deyək kotangens alfa çıx tangens alfa böl kotangens alfa plus tangens alfa. Bəs mən bunun hansı düsturunu götürüm ki, mənim üçün daha səmərəli olsun? Əlbəttə ki, sinusla bağlı olan düsturu. Bunu yazacağıq. 1 çıx 2 sinus kvadratı mütərizədə arksinus 4'te 3. Elə bil alfanın yerində arksinus yazıram. Bu da bərabər 1 çıx 2 vur. İndi sinus arksinus elə özünə bərabər deyilmi? Kvadratı eləyir. 16'da 9. Bu da 1 çıxılsın 16'da. Elə burada ixtisar aparaq. 2 ilə ixtisar getsin. 8. Birdən 8'də 9'un çıxacam. Cavabımız mənfi 8'də 1. Və yaxud da ki, belə bir tapşırıqda yarım arqumentin düsturunu tətbiq edəcəm. Bilirik ki, sinus kvadratı alfa bölü 2 1 çıxılsın, kosinus alfa bölü 2'də. Həmin bu sinus 2'də 1 kosinus 0,36'nı yazıram. Kök altında 1 çıx. Bu elə bir yenə bizim alfamızdır. 1 çıx kosinus alfa böl 2. Baxın, birinci şablon düsturu yazdım. Yəni bunu təmizləyək. Sonra burada yazıram. Ark kosinus 0,36. Bu bərabər kök altında 1 çıx. Kosinus ark kosinus elə özünə bərabərdir 0,36 böl 2. Bu da 0,64 böl 2. Neçə edir? 0,32. 0,32'ni də yazsaq çox olsa %32. 4'e ixtisar aparsam neçə edir? 8 böl 25. O da 2 kök altında 2 bölünsün 5. Bu cürdə ilə saxlayaq. Və yaxud da ki, baxın 19-cu tapşırığı necə yazaram? İkisində də mənfini çıxarsam mötərizə xaricinə. Oldu bu cür, düzdür? Pi çıxılsın. Arctangens 3'də 1 plus arctangens 3'də 1. Elə pi bölü 2'dir. Pi'dən pi bölü 2'sini çıxıram. Cavabımız elə pi bölünsün 2'də. İndi gəldik arctangens 2'də 1 arksinus 13'də 5'ə. Yenə yarım arqumentin düsturu kimi baxacağım. Tangens alfa bölü 2 1 çıx kosinusun sinusu olan nisbətidir. Yenə bu elə bil alfamızdır. Alfa kimi baxın ona. Tangens 2'də 1 arksinus 13'də 5 bərabərdir. 1 çıx kosinus böl sinus deyilmi şablon düsturumuz? Alfanın yerinə yazıram. Sadəcə arksinus 13'də 5. Burada da arksinus 13'də 5. Bu bərabərdir. Sinus arksinus elə özüdür. Yəni 13'də 5. Amma kosinus arksinus kökdə 1 çıxılsın. X kvadratı. X dediğimiz 169'da 25. Bu bərabərdir. 1 çıx. Birdən 169'da 25'in çıxdım. 169'da 144 değil ki ondan da 13'də 12 çıxır. Bölünsün 13'də 5. Bu da bərabərdir. 13'də 1 bölünsün 13'də 5. 13'lər ixtisar gedir. Cavabımız 5'də 1'dir. Bir dəfə də baxın, birdən haradasa səhvlik gedər. Kosinus arksinus 13'də 5'idi. Oldu 169'da 25. Birdən çıxdıq. 169'da 144. Ondan çıxdı 13'də 12 düzdür. O da 13'də 1, 13'də 5'i də böldük düzdür. 5'də 1'də. Hətta 22-ci tapşırığa da baxaq. Eyni tipli də fikir verin. Demək, yenə bu bərabərdir. Düsturumuz necə olacaqdır? Bir dəqiqə. Dedik ki, birinci şablon düsturu yazıram. 1 çıx kosinusun sinusa nisbəti. Alfanın yerinə ark kosinus 13'də 12. Ark kosinus 13'də 12. Bu bərabərdir. Kosinus ark kosinus elə özüdür. Yəni 13'də 12'dir. Sinus ark kosinus 1 çıxılsın 169'da 144. Birdən 13'də 12'sini çıxıram 13'də 1. Birdən 169'da 144'ün yəni 13'də 12'sini çıxan, daha doğrusu 169'da 144'ün çıxanda 169'da 25 ki bundan da 13'də 5 çıxır. 13'də 1'ə böləndə cavabımız 5'də
1-dir. Və tutaq ki, qarşımıza belə bir tapşırıq çıxıb. Kosinus 2 arc sinus x f 0,75 çıx f 0,25. Gəlin buna yenə 2 qat bucağın arqumenti kimi baxıram. Və sinusla bağlı düsturunu yazıram. 1 çıx 2 sinus kvadratı dediyimiz kimi bu elə bir alfamızdır. Alfanın yerinə yazıram. Arc sinus x. Bu oldu bizim fx'imiz. Bu bərabərdir. 1 çıxılsın. Sinus arc sinus x özüdür. Amma burada kvadrat olduğundan. Elə x kvadratdır. Funksiyamız oldu bu. Sonra gətirib yerinə qiymətini yazıram. Bizə deyir f 0,75 çıx f 0,25'i tap. Yəni bir dəfə 1 çıxılsın. 0,75'in kvadratı çıx 1 çıxılsın. 0,25'in kvadratı. Bu da bərabərdir. Hətta mötərizələri açıb da sadələşdirə bilərəm ki, mötərizələri açanda birlər gedirmi? Geriyə qalır 0,25'in kvadratı çıx 0,75'in kvadratı. Bunu da bir dəfə çıxaram. Bir dəfə toplayaram. Toplayanda 1 edir. Çıxanda da mənfi 0,5'dir. Və eyni qaydada diqqət yetirin, burada B variantını yazaram. Kosinus kvadratı sizcə bu demək deyilmi? Kosinus 2 arc tangens x'in mötərizənin kənar kvadratı. Bax, bu elə bu deməkdir də. Bu dəfə kosinusun tangenslə bağlı düsturunu yazaram. 2 qat bucağın yeni arqumenti. Bu elə bir alfamızdır. Düstur 1 çıx tangens kvadratı böl 1 plus tangens kvadratı. Sadəcə alfanın yerinə arc tangens x. Burada da arc tangens x. Bir də mötərizənin kənar kvadrat. Demək, tangens arc tangens elə yeni özüdür. 1 çıx kvadratıdır da deyə x kvadratı 1 plus x kvadratı mötərizənin kənar kvadrat. Bu oldu bizim fx'imiz. Bizə də deyir f 0,25 f 0,25 üstə gəl f 0'ı hesapla. X'in yerinə bir dəfə 4/1 yazaram. Yəni 1 çıx 4/1'in mötərizənin kənar kvadratı 1 plus 4/1'in kvadratı 1 də mötərizənin kənar kvadrat. Bir dəfə də 0 yazacağım. 1 minus 0 1 plus 0 mötərizənin kənar kvadrat. Gəlin hesaplayaq. Demək, bu eləyir 16'da 1. 1-dən 16'da 1'in çıxdım. 16'da 15 bölünsün. 16'da 1 ilə topladım 1'i. 16'da 17. Bir də kvadratı plus 1. Bu da bir 16'ları ixtisar aparaq. Bu eləyir 289'da 225. Üzərinə gəl 1. 1 tam 289'da 225'dir. Və yaxud da ki, belə bir tapşırığa baxın. 1 çıx 2 sinus kvadratı 2'də 1 arc kosinus 13'də 5'i hesaplayın. Yenə fikir verin. Bu hissəyə ümumiyyətcə elə bir baxmırsınız. Onu bir alfa kimi görürsünüz. Baxın bu hissə. O yoxmuş kimi bunun hamısı bizim bir alfamızdır. 1 çıx 2 sinus kvadratı. Bu bərabər deyilmi? Kosinus 2 alfa. Düzdür? Kosinus 2 alfadır. Bəs alfaya nə demişəm? Kosinus 2. Baxıram alfamız nə idi? 2'də 1 arc kosinus 13'də 5. Bu ikilər getdi. Qaldı mı? Kosinus arc kosinus 13'də 5. Cavabımız elə 13'də 5'dir. Və yaxud da ki, çalışma 330'a baxın. Tangens 2 arc tangens 3. Yenə bu bizim elə bir alfamızdır. 2 qat bucağın tangensi kimi baxırıq. 2 tangens bölünsün. 1 çıx tangens kvadratı. İndi alfanın yerinə. Yuxarıda da yazıram arc tangens 3. Məxrəcdə də arc tangens 3. Tangens arc tangens 3 elə özüdür. 2 vur 3 bölünsün. 1 çıx 3'ün kvadratı. Yəni 6 böl mənfi 8. Bu da bərabər mənfi 4'də 3'dür. C variantı. Bu olsun 330. İndi 331-ci tapşırıq. Bu dəfə tangensin katangenslə bağlı düsturunu yazaram. Katangens 2 arc katangens 5 bərabər. Yenə bu bizim alfamızdır. Tangensdə. Xaricdə olan tangensdə. Tangensin katangenslə bağlı düsturu
2 kotangens bölünsün kotangens kvadratı çıx 1. İndi alfanın yerinə yenidən həmin bu arc kotangens 5'i yazıram. Burada da arc kotangens 5. Kotangens arc kotangens 5 özüdür. 2 vur 5 bölünsün 5'in kvadratı çıxılsın 1. Bu da bərabərdir. 10 bölünsün 24, yəni 12'də 5. D variantı. Çalışma 394'e baxın. Tangens 4 arc tangens 2'də 1. Buna elə bir tangens 4 alfa kimi baxıram. Birinci, tangens 4 arc tangens 2'də 1 bərabərdir. Tangens 2 alfa kimin açsam, 2 qat bucağın argumenti kimi. 2 tangens, sadəcə bu yarı bölünəcək. 2 arc tangens 2'də 1 bölünsün 1 çıxılsın. Tangens kvadratı 2 arc tangens 2'də 1. Buradaki argument yarı bölünəndə, burada 4 ödədiyi 2 oldu. Ona görə mən bir kənarda fikir verin. Yenidən bu tangens 2 arc tangens 2'də 1'i açıram. Yine öz düsturunu tətbiq edirəm. 2 tangens bölünsün 1 çıx, tangens kvadratı. Alfanın yerinə yazıram. Arc tangens 2'də 1. Burada da arc tangens 2'də 1. Bu bərabərdir. 2 vur, tangens arc tangens özünə bərabərdir. 1 çıxılsın 4'də 1. Surət eləyir 1, məxrəc eləyir 4'də 3. Bu da bərabərdir 3'də 4. Gətir burada yerini yazacağım. Bax, tangens 2 arc tangens 2'də 1'in yerinə 3'də 4. Yəni 2 vurulsun 3'də 4 bölünsün 1 çıxılsın 9'da 16 kvadratıdır deyə. Surət bizə nə verir? Bir dənə bunu açaq ki, daha yaxşı görünsün. Demək, 3'də 8 bölünsün. 1'dən çıxanda nə qalır? Mənfi 9'da 7. 3'də 8'i vururam. Mənfi 7'də 9'a. Bu bərabərdir. Bu üçlə ixtisar apararam 9'u 3. Cavabımız mənfi 24 bölünsün 7. B variantı. Eyni misal tipi burada çıxır qarşımıza. Geri 2 qat bucağın argumenti kimi baxaram. Sinus 2 arc tangens 7. Amma fikir versiniz, hamısının özü ilə bağlı düsturlarını yazıram ki, çox səmərəli olsun. Misal üçün, sinus 2 alfanın düsturları nələrdir? 2 sinus alfa, kosinus alfa. 2 tangens alfa böl 1 plus tangens kvadratı. Və ya 2 kotangens bölünsün 1 üstəgəl kotangens kvadratı. Birini də yerləşdirək buradan. 2 bölünsün kotangens alfa plus tangens alfa. Mənə bu düsturu lazımdır ki, tangensdən bağlı. Baxın bu. İşimə yarasın. Daha tez həll eləyim. 2 tangens bölünsün 1 plus tangens kvadratı. Alfanın yerinə yazıram. Arc tangens 7 bölünsün 1 plus tangens kvadratı, arc tangens 7. Bu da bərabərdir. Neçədir? 2 vur 7 bölünsün 1 üstə gəl 7'nin kvadratı 14 bölünsün 50. Ya onluq kəsrə çevirin, ya 25'də 7 kimi saxlayın və yaxud da ki 0 tam neçə eləyir? %28'də məncə. 0 tam %28'ə çevirin ya da ki 25'də 7 kimi saxlaya bilərsiniz. Ümidvaram ki sizin işinizə yarayacaq izah oldu bu. Qarşınıza çıxan artıq o tipli tapşırıqları işləyə bilərsiniz. Hələlik bu qədər. Gələn videolarda görüşərik. Sağ olun.